İnsanın bir dənə sizə söz deyim, Allahı görməsinin yeganə yolu özü ilə məşğul olmasıdır. Özü ilə məşğul olmayan, daxilindən xəbəri olmayan insan düz yolu gedib Allahı tapa bilməz, heç nəyə də nail ola bilməz. O qədər vacib məsələdir bu. Allahın kimliyini bilmək üçün içini araşdırmalısan. Onda görəcəksən ki, Allahın hər bir başına gətirdiyi hadisə onun səninlə söhbətidir, səni islah etməsidir. İnsanın daxili aləmi çox cazibəli aləmdir, çox maraqlı aləmdir. İnsan öz aləmini kəşf edirsə, daxili aləmini, bütün varlıq aləmini kəşf edir, hətta Allahı tanıyır. Gedin soruşun, baxın, hansı alimə etimadınız var. Deyim, gedin soruşun ki, Allahı tanımağın özünü tanımadan başqa yolu varmı? Qətiyyən əmin olun ki, cavab verəcək ki, xeyr. Allahı ağacda, budaqda, dağda, daşda, kənarda yox, içəridə tapmaq lazımdır. Və bu yollardan biri deyil, bu yollardan yeganəsidir. Allah tanıma iç mərifətdir, daxili mərifətdir. Daxilə seyr etməkdən keçir. Allah öz mərifətini içdə yerləşdirib, içəri baş vurmaqla kəşf olunur. İnsan bütün varlıq aləmini tanımağının qapısı, pəncərəsi özünü tanımasıdır. Allahı tanımağının qapısı, pəncərəsi özünü tanımasıdır.